Salam hörmətli izləyicilər. Fatmayda villanın fasadında tarsovka termağla işləri görülüb. Biz sizə yaxından göstəririk. Fasadda çatlar bərpa olunub, termoizolyasiya ilə matalanıb, tarsovka məhsulunun özü ilə birbaşa tarsovka vurulub, silikonlu astar dəyilib, astar boya və sonqa silikonlu boya işləri görülüb. Həmçinin bəzi yerlərdə travertin daşdan istifadə olunub, hasarlarda da tarsovka işləri görülüb. Sizə yaxından göstəririk tarsovkanın teksturasını. Belə bir formada görülüb. Evin sağ tərəfində də həmçinin tarsovka termağla işləri görülüb. İşlər qısa vaxtda başlanıb. İşlərə rəsmi zəmanət verilir, müqavilə bağlanılır. Biz sizə tarsovkanın teksturasını yaxından göstəririk. Belə bir formada tekstura vurulub. Artıq son tamamlama işləri bitib. Siz də tarsovka işlərlə bağlı müraciət edə bilərsiniz.